Bakı metrosunda qırmızı və yaşıl xəttlərin ayrılması layihəsi çərçivəsində Cəfər Cabbarlı və Nizami stansiyaları arasında birləşdirici tunelin inşa edilməsi səbəbilə 28 may stansiyasından Dərnəgöl stansiyası istiqamətinə doğru qatarların hərəkəti təşkil edilməyəcək. Yenavaz.com xəbər verir ki, bu barədə Bakı metropoliteni Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Məlumata görə qatarlar Dərnəgöl Nizami stansiyaları arasında hərəkət edəcəklər. Layihə üzrə xəttlərin ayrılması başa çatdıqdan sonra isə qatarların Dərnəgöl stansiyasından Şah İsmayıl Xətai stansiyasına qədər hərəkəti təmin ediləcək. Sərnişinlər bir xəttdən digər xəttə keçmək üçün Cəfər Cabbarlı stansiyasından istifadə etməli olacaqlar. Həzər Aslanov İçəri şəhər xətti üzrə qatarların hərəkəti əvvəllər olduğu kimi təşkil olunacaq. Qeyd edilib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün dövlət proqramına əsasən Bakıdan metronun 28 may stansiyasında yaşıl və qırmızı xəttlər ayrılması layihəsi icra ediləcək. Dövlət proqramına əsasən 2025-2026-cı illərdə yaşıl və qırmızı xəttlərin ayrılması ilə bağlı tikinti-quraşdırma işləri yerinə yetirilməli, istismara verilməli, tikinti-quraşdırma işləri tamamlanmalıdır. Proqram çərçivəsində metronun Cəfər Cabbarlı və Nizami stansiyaları arasında təxminən 200 metrlik uzunluğa malik tunel tikiləcək. Tunelin inşasına bu ilin sonlarında başlanacağı nəzərdə tutulub.